Salam, bugün mən protez qol düzəltmişəm. Gördüyünüz kimi bura əlimi keçirdə bilirəm və qaldıra bilirəm. Əlimin tam oturması üçün bu iki düymə, birinci bu düyməyə basıb koda girirəm. Ondan sonra sağ düyməyə basanda bunlar bağlanır və tam əlimə oturur. Bu düyməyə basanda isə bunlar sıxılır. Beləcə əşyaları rahatlıqla tuta bilirəm. Amma kanatlarını boş saxlayanda isə açılır. Yəni qol açılır. Salam, mən bugün bu robot əl eləmişəm. Bu əlsiz adamlar işlədə bilər ki əli giyinə bilərsən. Burada rəng sensor var. Ora qırmızı rəngi göstərəndə açılır. Burada əli qoyursan. Sonra burada battery sensor var. Buna basanda əllər bağlanır, buraxanda açılır. Ki bu şeylər açılsın, qırmızını qoyurum. Mən qurtardım.